Bugün gəlmişik Hyundai brendinin ən gözəl avtomobillərindən birini incələməyə. Hyundai Grandeo. Bu avtomobili çox bəyənirəm. Dizaynı çox mənə ləzzət eləyir. Hətta bizim əvvəlki Sonata incələmələrimizə baxsaq, orada da bundan bəhs edirəm ki, yəni bu Grandeo'nun görünüşü bir başqadır. Çox bəyənirəm bu avtomobili. Bu arada yeni Sonatalar, yeni Grandeo'lar dəhşətdir. Bu dizayn xətti, bu dizayn üslubu mükəmməldir. Ona görə də heç uzatmadan hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Ümid ilə birgə, bəli, nəhayət bir neçə video sonra Ümid ilə birgə Hyundai Grandeo incələməsi çəkirik. Tonight's the night I get in some shit. Yeah. Deep cover on the incognito tip. Killing motherfuckers if I have to. Filling gaps to let your niggas know I'm coming at you. I guess that's part of the game. But I feel for the nigga who think he just gonna come and change things with the Ümumilikdə Grandeo modeli 1986-cı ildən bəri istehsal olunur. Bizim bugün incələməmizdə olan avtomobilimiz isə 2024-cü il istehsalı 7-ci nəsil Grandeo avtomobilidir. Ümumilikdə 7-ci nəsil Grandeo avtomobili 14 noyabr 2022-ci ildə Cənubi Koreyada təqdim olundu. Avtomobilimizin birbaşa mühərrik xanasına keçid alsaq, burada hibrid avadanlığımızı və benzin mühərrikimizi görürüz. 1,6 litr həcmində HEV, yəni plug-in deyil avtomobilimiz, özü benzin mühərrik bunu şarj edir. Amma burada mühərrikimiz normal mühərrik rolunda oynayır. Smart Stream xəttinin mühərrikidir, Gamma mühərrik seriyasına aiddir. Ümumilikdə Gamma mühərriklərin 3 nəsli olub, 1-ci nəsil, 2-ci nəsil və 3-cü Smart Stream xətti. Bu mühərriklər barədə ətraflı siz Hyundai Sonata incələməsindən öyrənə bilərsiniz. Benzin mühərrikimizin gücü 180 at gücü və 230 Nm-dir. Elektrik mühərrikimiz isə 60 at gücü və hardasa da 265 Nm tork verir. Sistemin ümumi cəmi 230 at gücü və 350 Nm-dir. Hazırda bu mühərrikin heç bir problemi yoxdur. Yəni artıq müəyyən qədər yeni mühərrikdir. 2018-də bu Gamma seriyası təqdim olunur. Lakin ondan bəri heç bir istifadəçidən qlobal bir problem və ya ümumiləşmiş bu avtomobillərdə cəmləşmiş bir problem yoxdur. Biz Sonata incələməsində demişdik ki, bu mühərrik yaxşı mühərrikdir, resursludur, yəni heç bir rast gəlinən problemi yoxdur deyə. Burada avtomobilimizin mühərrik xanasında siz əlavə olaraq 2,5 litr həcmində benzin mühərrikdə görə bilərsiniz. 3.5 benzin, HEV işə düşdü. Avtomobilimiz aktiv vəziyyətdə olduğuna görə şarjı azalanda özünü şarj edir. 3.5 benzin və 3.5 qazla dolanını görə bilərsiniz. Zavoddan qaz mühərriklə də gəlir bunlar. Hyundai Grandeo'nun 7-ci nəsli, yəni Gen 7 gövdəsi əvvəlki nəslə nisbətdə 45 mm daha uzundur və avtomobilimizin ümumi uzunluğu artıq 5 metri keçir, 5035 mm olur. Düşünə bilərsiniz ki, bu avtomobil belə görünüşdə ağır görünür sizə, amma çəkisi hardasa 1700 kilo civarlarındadır. Mən də 1700 görəndə biraz şaşırdım, amma məntiqlə düşünəndə qəşəng rəqəmdir. Ümid edək ki, 230 at gücü, 350 Nm az deyilmi? Bugün sürüb görəcəyik. Məncə tam ideal balansda olacaq avtomobil. Ön farımızı görürsünüz, LED çubuq şəklindədir. Seamless Horizon texnologiyasından istifadə olunub bu farlarda. Altda da farlarımızın yer aldığını görürsünüz. Altda və üstdə belə Li-lərdəki kimi də Li-də də üstdə bir dənə LED çubuq, altda da belə. Bu üstdəki farları nə etmək olar? Qara vinildən ayıra bilərsiniz. Bu Li-lərdə də var. Li-də də edirlər bunu. Buradan bir dənə qara vinil açsaz, tak 2 dənə ayrı farınız olacaq. Maraqlı görünər. Şəhərdə heç bir Grandeo'da görməmişəm, onu yoxlamağa dəyər bir şeydir. Mənə çox maraqlıdır. Elə ayırsaz görüntüsü necədir? Bizim bugün incələməmizdə olan avtomobilimiz Grandeo'nun ən full komplektasiya versiyasıdır. Calligraphy Black Ink komplektasiyasydır. Və bu mükəmməl disklərimizi görürsünüz. Buna çox yaraşır. 20'lik disklər tamamlayıb. Bir dənə nə ideal olacaq? Bura yüngül spacer atırsınız. Tam belə oturur fitmenti yerinə olur səliqəli. Avtomobilimizin arxa görüntüsünə diqqət yetirsəz, öndəyi kimi bizim arxa stopumuz da burada bir LED çubuq şəklindədir. Arxa görüntü dəhşətdir. Öndən də, yandan da, nə bilmək, bu avtomobildə dizaynla bağlı heç bir şeydən narazı deyiləm. Hər şeyi bomba kimi ediblər, ideal. Bagaj həcmimizdə keçid alsa, bagajın açılma düyməsi buradadır. Bir dəfə basırıq. O bagaj açılma düyməsi estetik, səliqəli formada dizaynı pozmadan adamlar yerləşdiriblər. 480 litr həcmində bagajımız var və bagaj həcmi komplektasiyalara görə dəyişir. Ona diqqət eləmək lazım. Məsələn, bir sıra komplektasiyalarda 360 litrdə ola bilir. Mühərrikə görə də fərq eləyir bu. Bu avtomobildə 480 litrdir. Avtomobilimizin bagaj bölümündə burada zavoddan gələn belə bir dənə çantası var. Bu bizim təkər təmir kitimizdir. Koreyalılar bunu da səliqəli formada bir çantanın içinə yerləşdiriblər. İndiyə kimi heç bir brenddə belə səliqəli görməmişdim. Hamısında adətən bagajın alt bölümündə bir qıraqda hamısı səpələnmiş formada olurdu. Burada bunu açsaq, içində var bizim təkər təmir kitimizin penası, nasosu, qoşqu dəmirimiz var belə deyək də. Onu da hətta sizə göstərə də bilərəm, o açılır. O da burada səliqəli formada yer alıb. Bu da qaradır. Başa düşürsən, fullu qapqara. Bagaj bölümündə bəyənmədiyim nə var? Bagajın iç örtüyü.
Bu iç örtüyün materialı o qədər də məni qane eləmədi. Yəni burada biraz ekonomiyaya gedib adamlar. Material belə deyim də, təsvir eləsək ümumilikdə daha sərtdir və materialın üstü olan tükləri belə deyək, o daha qısadır. Digər avtomobillərdə baxsaz BMW-də falan o daha yumşaqdır, amma çox tükü olanda tiftiklənir. Biraz daha bundan yumşaq olsa materialı ideal olardı. Bagaj həcmini artıra bilməzsiniz, arxa oturacaqlarımızı yatdıra bilmirik bu avtomobildə və bagajımızda burada qarmaq yerləri də var, yəni kruçok yerləri var, hansı ki bir şey yerləşdirsəz onu da burada bağlayıb qaçmaması üçün. Bağlayanda da burada gəldiniz, düyməni bastınız, səliqəli şəkildə elektron formada bağlanır. Avtomobilimizin xarici parametrlərinə nəzər yetirsək, uzunluğu 5035, eni 1880, hündürlüyü də 1460-dır. Avtomobilimizin klirensi isə 162 mm-dir. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerdə çıxacaq. Disk təkər parametrlərinə nəzər yetirsək, ön və arxa təkərlərimizin parametri eynidir. 245-40 L20. Dediyim kimi, bu 20-lik disklər super yaraşır buna. Zavoddan gələn ən qəşəng disklərdən biridir bu. Bütün brendlər içində çox gözəl disklərdir. Plus mat qara, nə bilim, avtomobili tamamlayır da. Avtomobilimizin açarını görürsüz kadrda. Burada ortasında Hyundai logosu əks olunub. Açarımızla biz avtomobili uzaqdan işə sala bilərik və hətta önə-arxaya idarə edə bilərik. Önə-arxaya idarə etmək üçün bu düyməmizi basılı saxlayırıq. Avtomobilimiz işə düşür. 3 dəfə işıqlar yanıb sönəcək, ondan sonra işə düşəcək. Bu özəlliyi istifadə etmək üçün gərək maksimum avtomobilin yanında olması, uzağında olanda dala-qabağa getməyəcək. Belə önə çıxardırıq, arxa üçün də digər düyməmizi basılı saxlayırıq və gəlir arxaya. Və arxada maneə görəndə də avtomatik əyləcidir. Maneə olaraq burada mən varam. Görürsünüz nə qədər məsafə ilə saxladı. Yenidən maneə qaçdı, arxaya gəlməyə davam edir. Yəni çox səliqəli, rahat özəlliyidir və hətta avtomobilimizin təkərləri dönük olsa belə avtomatik olaraq özü təkəri düzəldir, sonra önə və ya arxaya hərəkət edir. Dar parkovka yerlərində ideal seçimdir, çox köməyimizə dəyəcək. Hal-hazırda keçid almış avtomobilimizin interiyer bölümünə arxa tərəfdə əyləşmişik. Tamamilə qara salonumuz var, qara oturacaqlar, qara Alcantara dam. Bəli, Alcantar. Bunu görəndə çox sevindim belə. Toxunuşu falan da qəşəngdir. Ləzzətli Alcantar damı var avtomobilimizin. Yəni Hyundai-da Alcantar görəndə dedim ki, qəşəng. Hyundai artıq level atlayır, level üstləyir. Yaxşı bir şeylər eləməyə başlayırlar, dolu komplektasiyalar belə deyə. Burada orta konsolumuzda multimedia sistemimizin idarə etmə panelidir. Bir dənə saxlama yeri, hansı ki, içi də qəşəng mex materialdan üzlənib səliqəli şəkildə. Baqolvu burada qoyursan dəri. Avtomobilimizdə gördüyünüz hər yerdə dərilərimiz nappa dəridir. Oturacaqlar özləri də formasıdır, ergonomikası çox qəşəng, rahatdır. Diz məsafəsi də mən bu oturacağı özümə uyğun ayarlamışam. Diz məsafəm yetəri qədər var. Baş məsafəsi də 5 barmaqdan çoxdur burada. Çünki buradan gəlir müəyyən qattalanma var ki, baş məsafəmiz qəşəng olsun. Hətta buradan baxanda o qattalanma xeyli qəşəng görünür. Panoramik damımız var avtomobilimizdə. Zavoddan gələn bu yastıqlar var. Bunlar zavod komplektasiyasına daxildir. Və hətta diqqət eləsəz oturacaqlarda da, bax burada da oturacaqların kənarında kaliqrafi yazısı var. Hansı komplektasiyalı avtomobildə getdiyinizi unutsaz, oturacağın kənarına baxaraq xatırlaya bilərsiniz. Arxa sıra deflektorlarımız buradadır. 2 dənə saxlama yerimiz var. Hansı ki, bunlar da qəşəng dəri ilə üzlənib. Çox bəyəndim. Avtomobilimizdə arxa pərdələrimiz elektrondur. Ən arxadayında da belə bir özəlliyi var ki, arxa ötürücüyə keçəndə arxa pərdə avtomatik olaraq aşağı düşür. O özəlliyi söndürə də bilərsiniz və ya aktiv qala bilər. Ona görə də çox qəşəngdir. Bu hissədə 3 düyməmiz yer alıb. Bu ən üstdəyi 0 gravitasiya düyməsidir. Uzanmaq üçün belə deyək. Bundan qaytarırıq təzədən olduğu vəziyyətinə. Digər aşağıdakı 2 düymə ilə də önə və ya arxaya idarə edə bilərik. Həm belini, həm də alt bölümünü. Avtomobilimizdə audio sistem Bose-a məxsusdur. Bose-un audio sisteminə də cüzi nastroyka eləyirsiniz. Biraz basları, biraz niskilərlə oynayırsınız. Çox qəşəng akustik sistem verir sizə. Səsi yəni hədsiz dərəcədə qəşəng olur. Arxa pərdələrimiz də bizim elektron şəkildə idarə olunur və arxa oturacaqlarımızın da qızdırılması var. Ön oturacaqlarda həm qızdırılma, həm soyudulma var. Burada görürsünüz black piano elementlər, ümumilikdə qapımızın üslubu oyda. Buranın materialı toxunuşda çox qəşəngdir belə. Plastikə dəymirsən də, bu plastik deyil. Bu üst material da yumşaq. Sən boş plastikə əliniz ancaq burada dəyir. Bunu da üstünə əslində üzləmək olardı. Hətta əslində siz özünüz də bunu eləyə bilərsiniz. Onların üstünü üzlədib avtomobilinizi biraz daha lüks eləyə bilərsiniz. Görürəm məsələn Rusiyada falan Hyundai sahibləri alırlar. Hansında ki məsələn qapı kartın üst bölümü bildiyin plastikcə üzləyirlər onu dəri ilə. Çox qəşəng səliqəli alınır. Ümumilikdə qapı kartımızda bu alt bölümdə bir dənə saxlama yerimiz var. Bu hissəmiz belə, bu
polkamız deyəydi. Həm burada dinamikimiz yer alır, həm də burada Alcantara. Tamamilə Alcantardan istifadə olunub. Çox qəşəng toxunuşa malikdir. Bu hissədə də stəkan tacallarımız var. Səliqəli şəkildə açılır. Təzə G90-da bu belə deyil. Onda promoy burada 2 dənə boşluqdur Çin maşınlarındakı kimi. Onu heç bəyənməmişdim. Dediyimiz kimi də bu paneldən yalnız və yalnız multimedia sistemini idarə edə bilirsiniz. Keçid almış avtomobilimizdə sürücünün əyləşmə yerinə burada Drive mod düyməmizi görürsünüz. Drive modu burada yerləşdiriblər. Eco, Sport, My Drive mod var və Sportda yan dayaqlar bizi sıxır avtomatik olaraq. Çox maraqlı. Yəni, avtomobilimizin oturacaqlarında yan dayaqları var. Ümumilikdə döngələrdə falan sizi tutur. Sport modda da avtomatik olaraq sıxır. Buradan da şişirə bilərsiniz onu. Bu skan burası nazikdir. Biraz daha qalın olsa yaxşı olar. Dizaynı tam tamamlasın. Buradan bura nazikləşir bu. Bu ortasını heç bəyənmirəm də. Bunu çox böyük eləyiblər. Və burada da belə burada normalda bu yəni bu zavoddur. Burada heç bir loqo falan olmur. Belə 4 dənə diod var. Burası belə metal. Bu qədər. Bu belə bir paneldir. Hyundai xoşlayır belə şeyləri belə. Bu hissədə solda bizim Touch ID-miz yerləşdirilib. Avtomobilimizə barmaq sensoru ilə daxil ola bilər, yəni işə salmaq falan bizi tanıyır. Amma eşitdiyim qədərilə bu özəlliklər Azərbaycanda aktiv deyil. Yenə burada Alcantara və Boss'un dinamikinin setkası. Bu setka qəşəng metalik setkadır. Toxunuşda hissiyatı çox gözəldir. Avtomobilimizin 4 şüşəsinin 4-ü də 2 qat şüşələrdir. 2 qatdır və ən gözəl şey, bir avtomobildə ola biləcək ən gözəl şey ramkasız qapıdır. Bu avtomobildə o da var. Yəni nə bilməyəm, bunu almaq üçün bir səbəb istəyirsinizsə, mən sizə deyirəm, ramkasız qapı. Yəni mənim ən çox bəyəndiyim şeydir bir avtomobildə, mükəmməldir. Bu hissədə telefon üçün simsiz şarj yeri var. Burada gördüyünüz UVC düyməsinə bastığınız zaman telefonunuzu dezinfeksiya edir. Belə bir özəlliyi də var. 2 dənə Type-C port burada yer alır. Bu klimat ekranımız da çox səliqəlidir və hətta burada görüntünü dəyişə bilərsiniz. Məsələn, sizin üçün bu anlaşılan deyilsə, buradan keçirsiniz sadə mod və custom olaraq özünüz də idarə edə bilərsiniz. İstədiyiniz şəkildə, məsələn, mən ancaq bunu görmək istəyirəm tərzində. Bu da normal moddur. Avtomobilimizdə sükanın qızdırılması var. Ön iki oturacağında soyudulması, qızdırılması, arxalarda dediyimiz kimi yalnız qızdırılma var və yalnız sürücü oturacağında masaj özəlliyimiz var. Kaligrafinin daha dolu versiyalarında arxa oturacaqların soyudulması, arxa sıranın önə arxaya idarə olunması və ön sürücü oturacağının da sıfır gravitasiya modu var. Təbii ki, bunlar hamısı əlavə olunan opsiyalardır. Sürətlər qutusunun bu keçirici başlığı yenilənmiş Sonata da var. Restyling 24 modeli Sonatalarda. Bunu bəyənirəm. Burada metala toxunursunuz. Burada ümumi görünüşü gözəldir. Hansı peredajda olduğunuzda da burada rahat şəkildə görə bilirsiniz. Parkingi də buradan basırsınız. Və maraqlı bir şey. Burada görünən trimlərdə hal-hazırda hava təmizdir. Avtomobilin özünün daxilində filtri var. Özü avtomatik olaraq hava kirli olanda avtomobili təmizləyir və bu hissədə hava təmizlənəndə burada yaşıl ambiyans işıqları gedir. Bura yaşıllaşır. O çox gözəl görüntüdür. Bugün görə biləcəyimi. Kiçik bir head-up displeyimiz var. İndi sürüşdə görəcəyik ümumilikdə əlavə nələr görə bilirik orada. Bu hissədə günlüklərimizi görürsünüz. Bəli, Hyundai'dan normal günlük. İşığı buradan belə yanır. Yəni heç bir düyməyə basmağınıza ehtiyac yoxdur. Bu da qəşəng Alcantara ilə üzlənib bu arada. Çox qəşəng toxunuşu var, yumşaqdır. Və Hyundai'larda dəyişməz olaraq qalan bu qəza işığı düyməsi çox qəşəng yerdə yer alır və toxunuşu da çox gözəldir. Bu hissədə tam ümidin qarşısında bir dənə saxlama yerimiz var. Hansı ki, içi qəşəng yumşaq mex materialla üzlənib ta axıra qədər bu arada. Toxunuşda çox gözəl hissiyatı var. Avtomobilimizin ümumi yüzə sərfiyyatı HEV hibrid avtomobil olduğundan hardasa şəhər içində 4-5 litrdir. Bu rəqəm Trustda da plus-minus eyni olaraq qalacaq. Ekonom, lüks, biznes sedan. Ümid yenə 4-5 litr rəqəmini gördü. Ərəlib mənə baxır. Avtomobilimizin yanacaq çəni ümumilikdə 50 litr həcmindədir və 95 oktanlı yanacaqdan istifadə olunur. Bu arada bu mühərrikləri siz 98-də tökə bilərsiniz. Məsələn, 98-dən fərq edir deyirlər. Çünki 1.6 turbo mühərrikdir bu. Ona görə də rahatlıqla 98-də töküb sürənlər var. Və deyirlər ki, avtomobil daha çevik olmağa başlayır bundan sonra. Sürətlər qutumuz 6 pilləli Smart Stream sürətlər qutusudur. Hələ ki, heç bir problemini eşitməmişik. Elə hibridlərdə gələn sürətlər qutusudur bu. Digər sadə modellərdə isə 8 pilləli sürətlər qutusu gəlir. Avtomobilimizi hal-hazırda sport moda gətirmişik. Sport modda sürətlər qutumuz daha çevik işləyir. Sükanımız da biraz ağırlaşdı bizim. Və plavlı sürətlənməmiz var, hardasa 10 kilometri gördük təxmini və sport moda gələndə avtomatik olaraq bizim oturacaqlarımıza yan dayaqları biraz daha bizi qucaqlayır. Sükanımız da sərtləşir. Yəni, reaksiyası daha yaxşılaşır. Yenidən qaytarsaq burada
Eco mod var və avtomobilimizdə My Drive. My Drive da bizdə komfort olaraq nastroyka olunub. Bu hissədə sükanımızın arxasında bizim lipstoklarımız, yarpaqlarımız var pillələri keçirmək üçün və avtomobilimizdə çöldən də gördünüz onu siz, aerodinamik qapı ruşkaları var. Bu da çox səliqəli bir görüntü edir və öndə olan qapı ruşkaların ikisində də yalnız öndə Grandoriyası öz əksini tapır. Çox maraqlıdır askı sistemi bunun. Müəyyən qədər sərtdir. Amma deyirəm də, hər videoda demişəm bəlkə də bunu. İndiyə kimi sürdüyüm ən yumşaq maşın mənim şey olub. i5 M60, C60 gövdəsində. Onun yumşaqlığına çatan bir şey hələ ki görməmişəm. Rastıma çıxmayıb. Sonata da qəşəng gözəl yumşaq idi. Bu avtomobil mənə Sonatadan daha sərt gəlir olmağına. O Sonata elə bir ki daha yumşaq, biraz daha plavlı istifadə idi. Burada da avtomobil bu arada səs izolyasiyası çox qəşəngdir. Siz qapı kartlarına sadəcə toxunsaz, görəcəksiniz ki, necə kipliyi var orada. İzolyasiyanın ağırlığını hiss eləyəsiniz. Yəni digər avtomobillərdəki kimi vuranda boş qazan səsi vermir, echo vermir sizə bu avtomobil. Avtomobilimizin oturacaqların soyudulması da çox qəşəng işləyir. Məsələn, Mercedes-də falan var. O işləyəndə çox səs verir onun mühərriki. Burada o səsi eşitmirsiniz. Çox belə sakit rejimdə işləyir və hətta bir də bir şey mənim gözümə dəydi burada. Burada oturacaqlarımızın alt bölümü var. Hansı ki siz onu şişirdə bilərsiniz. Biraz daha sizə ayaq dayağı olsun və onu yığışdıra da bilərsiniz. Bir növ oturacağın həcmini artırırsınız da. Siz burada oturacaqları idarə eləyəndə hansı düyməyə bassanız, oturacağın harasını idarə edirsinizsə onu ekranda görə bilirsiniz. Və Ümidin oturacağında sıfır qravitasiya düyməsi var. Bu arxada olanda da göstərdim. Mən də onu eləyə bilərəm. Ümid özü oturarkən də uzanmaq istəyirsə, həmin düyməyə basır, oturacaq uzanma pozisiyasına gəlir. Ümumilikdə düşünürəm Hyundai Grandeo incələməmizi bu yerdə sonlandıraq. Daily Carsaz Instagram səhifəsinə və YouTube kanalımıza abunə olmağı unutmayın ki, növbəti buraxılışları qaçırmayasınız. Sağ olun, salamat qalın.